Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yanğın başlayıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Fövqəladə Hallar Naziri General-Polkovnik Kəmaləddin Heydərov hazırda hadisə yerinə gəlib. Bildirilib ki, yanğının söndürülməsi əməliyyatının sürətləndirilməsi məqsədi ilə əraziyə Fövqəladə Hallar Nazirliyi aviasiya dəstəsinin helikopterləri cəlb olunub. Qurumun xilasediciləri tərəfindən zəruri təhlükəsizlik tədbirləri davam etdirilməklə ambardakı malların çıxarılaraq təhlükəsiz əraziyə daşınması işləri həyata keçirilir.